Change the sentence into the passive voice. Cümləni məchul növə dəyişin. Alex completed several assignments during the week. Biz cümləni məchul növə dəyişərkən mübtəda, xəbər, daha sonra isə söz sırasına əsasən tamamlıq təyin etməliyik. Çünki tamamlıqla mübtəda yerini dəyişəcək və bütün variantda tamamlıq several assignments əvvələ keçmişdir. Zaman təyin etsək, completed keçmiş sadə zamana aid olduğu üçün biz to be-nin keçmiş sadə zaman forması was, were, üstə gəlsin feilin 3-cü formasından istifadə etməliyik. A variantında are been qeyd olunduğu üçün səhvdir. Həm are been ifadəsi ümumiyyətlə düzgün deyil. Been bitmiş zamanların məchulunu istifadə edərkən düzəlir və to be-nin are formasında indiki zamanda yazılmalıdır. Bizim B variantımızda were completed düzgün cavabdır. Çünki keçmiş sadə zamanda to be-nin were və feilin 3-cü forması istifadə olunmalıdır. Assignment cəm olduğu üçün də xəbərin cəmdə olması doğrudur. C variantında zamanımız yanlış verilib, indiki sadə zamana aiddir. D variantında cümlədə been artıqdır. Been sadə zamanların məchulunu düzəldərkən istifadə oluna bilməz. Bitmiş zamanlarda istifadə olunur. Və Y variantında isə mübtəda xəbər uzlaşmasına əsasən yanlışdır. Assignment cəmdə xəbərin tək olmasını səhv götürürük. Doğru cavab B variantında qeyd olunmuşdur.